istəyirsə halal bir dənə lokma apara, halal bitki apara, halal ruzi apara, yəni belə şeylərə diqqət eləyə. Nədirsə onu görsət, alar, almaz. Ruzi, bütün bəndlərin ruzisi Allah Azze və Cəllənin yanındadır. Sən görsət ki, bəlkə sənin düz danışdığına görə sənin daha da müştərin çox olacaqdır. Bəlkə yox, həqiqətdə bu cür nədir? Yəni ki, filan kəs ki var, o düz danışandır. O məsələn, heç vaxtı yaxşını görsədir, pis mal verməz, çürük mal verməz adama. Bir neçə insan arasında sənin bu cür adın çıxsa, bu sənin xeyri olacaqdır. Şəri cəhətdən də işin sənin asan da olacaq, cəmiyyətin arasında da ehtiramlı olacaqsan. Da səni nədir? Bu tədlis kimi, yəni aldadan şəxs kimi tanımayacaqlar. Bəli, bizim dördüncü məsələ bundan ibarət ki, elə ki, alıcı aldığı malı